Gəlin sizinlə bir yerdə bir blok sualına baxaq. Uyğunluğu müəyyən eləyin deyir. Zərf olmasa da zərfliyin ifadə vasitəsi ola bilir. Zərf olmasa da, yəni variantlardan zərfləri çıxaq. Dünən çıxarıq, dalbadal çıxarıq. İndi deyir, zərfliyin ifadə vasitəsi ola bilsin. Yəni cümlə üzvü olaraq zərfli kimi işlənsin. Ümumiyyətlə çalışır sözü feili xəbər kimi iştirak elədiyinə görə bunu çıxarıq. Qalarıq elə C-nın da arasında. Məsəl üçün, o yolda dayanar dayanmaz mənə söz dedi. Necə nə təzə dayanar dayanmaz. Bu, burada tərzi hərəkət zərfliyinin ifadə vasitəsi olur. Bir də var, məsəl üçün, Qarabağda xarı bülbülü bitir. Deməli, Qarabağda sözü yer zərfliyinin ifadə vasitəsi kimi işlənir. İndi feil olsa da zərfliyin ifadə vasitəsi ola bilmir. Yəni feil olsun. Bizə deyək ki, yəni cümlədə feili götürün. Bu da hansıydı? B. Feildir, amma zərfliyin ifadə vasitəsi ola bilmir. Çünki feili xəbər rolunda çıxış eləyir. Dayanar dayanmaz feili bağlamadır. Deyək, zərfliyin ifadə vasitəsi ola bilməsin, amma feilin, yəni zərfliyin ifadə vasitəsi bu ola bilmişdir. Sadəcə 1-ə C-dır, 2-yə də B uyğun gəldi.